Kəsirləri atıram uşaqlar. Adi kəsirlərin testini eləyəyin biraz. Yəni, qarşı kəsirdən düzgün olmayan kəsirə keçməyi, hamısını tapın Başlamışsın deyir. müəllimə. Kaydı Başlamışsın. başladıbsınız. Hə, başlatmışam. İndi Diyanın testi atım qrupa. Diyanın bir dəqiqə. İndi atıram testi. Sinif testini. Diyanın. İndi 9-11-ci siniflər. Aha. Hə, bu da. Aha. Görün, görə bilirsinizmi uşaqlar? Müəllimə, burada cavablar da yazılı be. Heç olmaz. Əsas həllini başa salacağım, sonra B variantını atacağım. Əsas gedişatı bilin. Orada gedişat yazılmayıb baxın. Özü də səhv yazmış olarlar. Tələbəmin kitabıdır. Yəni görün. Aha. Uşaqlar, başlayalım. A variantını mən izah eləyirəm. Nömrə 1-də bizə deyir ki, 2/6-da 5, 2/9-da 1, 4-də 17, 2-də 11, 5-də 24. 5-də 24. Ədədlərindən ən böyüyünü göstərin deyir. Uşaqlar, 2/17-ni 4-ə böləndə 4/4-də 1 olurmu? Bu 4 11-i 2-yə böləndə 5/2-də 1 düşürmü? Bu 5/24-ü 5-ə böləndə 4/5-də 4 düşürmü? İndi bizə deyir ki, ədədlərdən ən böyüyünü göstərin. Ən böyüyü hansı olacaq? 5 tam olacaq da. Ən böyük 2-də 11 deyilmi? Deməli, hansı variant olacaq? B variantı olacaq. Başa düşdünüz bunu? Keçək nömrə 2-yə. Yəni, tamlara baxırsınız. Hansının tam hissəsi böyükdürsə, kəsr xətti nə deməkdir? Bölmək deməkdir də. Bölün, tam hissəsi hansı böyükdürsə onu götürün. Sinifdə 30 şagirddən şagirdin sayı nə qədərdir? Şagird nə qədərdir? 30-dur. 8 nəfəri yazı işindən 5. 8 nəfəri 30-dan 8 5 alanlar 8 nəfərdir. 8 nəfərdir. Bütün şagirdlərin 8-də 3 hissəsi 4 alandır. 4 alanım nə qədərdir? 30-un bütün şagirdlərin. Bütün şagirdlərim nə qədərdir? 30-dur. 30-un 5-də 3-ü nədir? 4 alandır. 5-də 3-ə nə edəcəm? Vuracam. 30-un məxrəci 1-dir. Yoxdursa 1 yazıram. 1 vuraq 5-in 5, 30 da sürətə vurulur. Məxrəc də məxrəcə vurulur. Yuxarıdakı yuxarıdakına, vuranda kəsirləri, aşağıdakı da aşağıdakına vurulur. 30-u 5-ə bölürəm. Neçə qalır? 6. 6 vuraq 3-üm neçə elədi? 18. Deməli, gəlin indi bunu sürəyin. 18. 4 alanım neçə şagirddir? 18 şagirddir. Yazıram. Neçə şagird? 18 nəfər. İndi bizə deyir ki, qalanları 3 qiymət almışdır. Aha. 18 ilə 8-i nə edəcəyik? 18 ilə 8-i nə edəcəyik? Toplayacaq. Neçə eləyir? 26 nəfər elədi mi? 30-dan da 26-sını çıxırıq. Neçə şagird 3 alıbdır? 4 nəfər. Olur hansı variant? D variantı. Səhv yazıbdır bunu uşaqlar. D variantıdır. Düz deyilmi? Deməli, 3 alan 4 nəfərdir. Vəssalam. Sonra nömrə 3-ə keçəyin. Müəllimə, bir də izah edərsiniz də başa düşmədim. Aha, bax, özü dilindən deyir ki, bütün şagirdlərin 5-də 3-ü. Şagirdlərin sayı, bax, sinif neçə şagirddən ibarətdir? 30 şagirddən ibarətdir. 30-un bütün şagirdlərin 5-də 3 hissəsi 4 alandır. 30-un 5-də 3 hissəsi nə eləyir? Əgər birinci ədəd sonra kəsr gəlirsə, yəni hissə gəlirsə, nə edirik? Vururuq.
Bunun məxrəci yoxdur. Nə yazacağam? 1 yazacağam. 1 vuraq 5, 5. 30 vurulsun 3. 33-ə vur. Neçə eləyir? 90. Kəsr xəttdə bölmə deməkdir. 90-ı da 5-ə böl. Neçə eləyir? 18. Deməli, 8 nəfər yazı işindən 5 alıbdır. 5 alanım neçə nəfərdir? 8 nəfərdir. 4 alanım neçə nəfərdir? 18 nəfərdir. 3 alanımı deyir tap. Bunu toplayacağım. Neçə nəfər eləyəcək? 26 nəfər eləyəcəkmi? Ümumi sinifim də 30 şagirddən ibarətdir. 26-sı 5 ilə 4 alıbdır. Bəs qalanı neçə? Qalanları deyir 3 alandır. Deməli 30-dan da 26-nı çıxacağım. Deməli 4 nəfərim nədir? 3 alandır. Yo. Başa düşdünüzmü? Bəli. Aha, indi keçək nömrə 3-ə. Nömrə 3-də necə izah eləmişdim? Düzgün olmayan kəsrə keçin. 8 tam 12-də 5. Necə kəsirdir? Qarışıq kəsirdir. Həm tamdan, həm kəsirdən ibarətsə necə kəsirdir? Qarışıq kəsirdir. Qarışıq kəsirdən düzgün olmayan kəsrə keçəndə 12 qalır məxrəc. 12-ni 8-ə vur. 8 2, 16 bir yadda. 96 elədi. Düz deyilmi? 96-nın da üzərinə neçə gələcəm? 5 gələcəm. Neçə elədi? 12-də 101 elədi. Başa düşdünüzmü? Olur hansı variant? B variantı. İndi keçək nömrə 4-ə. Nömrə 4-də bizə deyir ki, 8-də 203 kəsrinin tam hissəsini ayırın. Tam hissəsini deyir ayırın. 203-ü nəyə böləcəm? 8-ə böləcəm. Neçə eləyir? 2 dəfə 8 16, 43, 5 dəfə 8 43. 0 tam, bu da 20. Tam hissəm neçə oldu? 25 tam. Deməli tam hissəni deyir tapın. Tam hissəm neçə oldu? 25 oldu. Oldu hansı variant? C variantı. Aha, nömrə 5. İndi nömrə 5-ə baxaq. 8 saata. Zaman, saat nəyin vahididir? Zamanın. Saat keçir, zaman da keçir. Saat gedir, zaman da keçir. İndi zamanın, zaman nə hərfindən işarədir? T hərfindən. T nəyə bərabərdir? 8 saata. İndi kilometr nəyin vahididir? Yolun. Yol nə hərfindən işarə olunur? S hərfindən. S nəyə bərabərdir? 276 kilometrə. Sürəti tapın. Sürət nə hərfindən işarə olunur? V hərfindən. V nəyə bərabərdir? Suala. Düsturum nədir? S bərabərdir. V vurulsun nədir? T'dir. V-ni tapanda S-i nəyə böləcəm? T-yə böləcəm. S-im neçədir? 276-dır. T neçədir? 8-dir. 27-nin içində 8 3 dəfə. Baxın, 276-nı bölürəm 8-ə. 3 dəfə 8 24, 36, 4 dəfə 8 32, 4. 34 tam 8-də 4 oldu. Vəsiyo. Əgər elə cavabımız yoxsa bunu ixtisar edə bilərəm. 34 tam 2-də 1 də ola bilər cavab. Ancaq belə cavabımız olduğuna görə C variantı olacaq. Uşaqlar, məsələn, zaman nədir? Zamanın vahidləri saniyədir. Saniyə keçir, çoxalır, dəqiqə olur. Dəqiqə çoxalır, saat olur. Saat çoxalır, sutka olur. Sutka çoxalır, gün olur, həftə olur, gün olur. Gün çoxalır, həftə olur. Həftə çoxalır, ay olur. Ay çoxalır, il olur. İl çoxalır, əsr olur. Yəni zamanın vahidləridir. Zaman keçir, həftə ay ildə ötür. İndi zamanın vahidləri nədir? Zamanın vahidləri nədir? Saniyə, dəqiqə, saat, sutka, həftə, gün, ay, il, əsrdir. Əsas vahidləri saniyə, dəqiqə, saat, sutkadır.
Uzağa başı həftəni də götürə bilərlər. Sonra yolun vahidləri. Xəttkeşlə ölçülürmü yol? Yox. Xəttkeşin üstündə nədir? Millimetr, desimetr, santimetr. Deməli, xəttkeşlə yol ölçmədiyinə görə millimetrlə desimetr, santimetr kənar vahidlərdir. Əsas vahidlər kilometr, bir də metrdir. Metrə ilə ölçürlər, metrdə çoxalır, kilometr olur. Bir də surət də V hərfindən şair olunur. V sürətdir. Maşında gedəndə rolun kənarında, məsələn, yolun neçə kilometr yolun hansı saatda getdiyi verilir. Düsturumuz nədir? S bərabərdir. V vurulsun T'dir uşaqlar. Deməli, V-ni tapanda S bərabər, S-in vahidi nədir? Metrlə kilometrdir. T'nin vahidi nədir? Saniyə, dəqiqə, saat, sutka, gün, həftə və s. Bəs V nədir? Sualdır. S nəyə bərabərdir? V vurulsun T'yə bərabərdir. İndi V nəyə bərabərdir? Vurmazsa aşağıda nə olur? Bölmə olur. S-i nəyə böləcəm? T'yə böləcəm. S-in vahidi nədir? Metrdir. T'nin vahidi nədir? Saniyədir. S-in vahidi nədir? Kilometrdir. Kilometr böyük vahiddir. Ona görə böyük vahidlə böyük vahidi yazıram. Burada da böyük vahid nədir? Saatdır və yaxud sutka yaza bilərsiniz. Yəni kilometr bölünsün saat. Bunu da belə yazırlar. Bax, elə bil rolun kənarında, maşında gedəndə saat əqrəbinin kənarında kilometr bölünsün. Bax, böləyi belə yazırlar. Saat olur. Deməli, o hansı yolun neçə kilometrini hansı saatda getdiyini göstərir. Surət. Yəni maşın sürətlə gedir. Məsələn, maşın yol gedir, sürətlə gedir, zaman da keçir. Sürətin zamanı hasili yolu bildirir. Yəni yol gedir. Yol bərabərdir V vurulsun T'yə. Sürətlə zamanın hasilinə. Başa düşdünüz bunu da? İndi keçək nömrə 6-ya. Məsələn, 12,19-da 2 verib. İndi mən sizə nəyi? Xırdalamağı başa saldım. Xırdalamağı necə eləyirəm? Məsələn, 12,19-da 2-ni deyirəm xırdalacınam. 12 manat pulum var. 12 tamdır axı bu. 12 manat pulum var. Birini xırdalacınam. Neçə tamın qalır? 11 tamın qalır. 11. O biri məxrəc neçədir? 19. 19-da nə göstərəcəksiniz? 19. Üstə gələcəksiniz. Burada nə qaldı? 19'da 2 qaldı. 11 tam, 2'dən 19'dan 1'dən 19. 19'un da üstünə 2 gəlirəm. Neçə olur? 21 olur. Başa düşdünüzmü? 11 tam 19'dan neçə oldu? 21 oldu. İndi bizə belə bir misal veribdir. 12 tam 19'da 2 çıx 5 tam 19'da 17 üstə gəlinsin 4 tam 19'da neçə? 14'ə. Birinci nəyin çelənir uşaqlar? Mötərizənin çelənmirmi? Gəlin mötərizənin çelənir. Mən bilirdim mötərizənin Ay çelənir. sağ ol. 19'da 17. Plus 4 tam 19'da neçədir? 14'dür. Düz deyilmi? İndi Bəli. İndi 5 ilə 4'ü toplayıram. Neçə tam olur? 9 tam 19'da 17 ilə 14'ü toplayıram. Axırıncıları 1 toplayıram. 11, qabaqdakıları 1 toplayıram. 2, bir də yadda 31. 9 tam 19'da nə oldu? 31 oldu. Bu da belə qala bilməz. 31'i nəyə bölürəm? 19'a bölürəm. Neçə eləyir? 2 dəfə yox, bir dəfə yerləşir. 19, 11'dən 9, 2, 2'dən də 1, 12. 1 tam. 19'da 12 oldu mu bu? Qarşı kəsir oldu mu? Bax, bu nədir? Tam hissədir. Tam hissə harada yazılır? Kəsrin qabağında. Bu nədir? Qalıqdır. Qalıq harada yazılır? Surətdə. 19 tamda olduğu kimi, bu 19 tamda olduğu kimi qalır. Bəs 9 tam qabaqda var. 1 tam da buradadır. Neçə tam oldu? 10 tam. 19'da neçə oldu? 12 oldu. İndi gəlin
Bunun yerinə ikincidə 12 tam 19-da 2-dən çıxaq 10 tam 19-da nəyi? 12-ni. Başa düşdünüzmü bunu? Yerinə qoydum mötərizənin içinə. İndi 2-dən 12 çıxmaq olmur. Ay müəllim, 2-dən 12 çıxmaq olmur axı. Müəllimə, bir dənə sual verə bilərəm. Aha, de Əgər görüm. məxrəclər fərqli olsa, o qabağındakı tamlar bir-birindən çıxmaq olar, yoxsa yox? Hə, Məsələn, çıxmaq olar. biri Ortaq məxrəcə 18, 2 gətirəcəkdim. olar. Ortaq Hə, məxrəcə ortaq gətirəcəkdiniz də, əvvəlki keçdiyimiz kimi. İndi bura baxın. Bəli. 2-dən 12 çıxmaq olmur. Ay müəllim, çıxmaq olur, mənfi olur. Bizə də cavabları mənfi verməyib axı. Ona görə 2-dən 12 çıxılmadığına görə 12 tam 19-da 2-nin birini xırdalayıram. 12 tam 19-da 2-ni xırdaladım. 11 tam bu biri 19-da 19. Burada nəyə qaldı? 19-da 2 qaldı. 11 tam 19-da neçə oldu? 21 oldu. Yazıram. 11 tam 19-da 21 çıx 10 tam 19-da neçə? 12. Vəsiyo, indi 21-dən 12 1 tam çıxmaq olar mı? 19'da 9. Aha, 11 bircə dəqiqə. 11 tamdan tamı çıxın. 1 tam 19-da ikisi eynidir. Birini götürürəm məxrəc. 21-dən də sürəti çıxıram. 1 tam 19-da 11-dən 2 çıxıram. 9. 1 tam 19-da nə qaldı? 9 qaldı. Olur hansı variant? C variantı. C var. Başa düşdünüzmü bu xırdalamaq məsələsini? İndi Bəli. keçək nömrə 7-yə. Nömrə 7-də 12 tam 24-də verib 8, çıx 4 tam. Çıx 4 tam 24-də 1, çıx 1 tam 24-də 21. İfadəsinin qiymətini hesablayın. Bərabərdir. İndi nə edəcəyik? 12 tam bu 8 ilə 8-ə ixtisar gedir. Neçə qalır? 3-də 1 qalırmı? 8-ə ixtisar getdi də. İxtisarı keçməmişəm, eləmi sizə? Yoxsa keçmişəm? İndi bura baxın. Lap da özünü saxlayıram. Yaxşı, başa düşmədinizsə özünü saxlayıram. 24-də neçə oldu? 8 oldu. Çıx. 4 tamın birini xırdalayın. Neçə tam eləyir? 4 manat cibinizdə pulunuz var. 1 manatı xırdalayın. Neçə tam elədi? 3 tam elədi mi? O biri necə göstərəcəksən? 24-də necə göstərəcəksən? Məxrəc neçədir? 24-də 24 kimi. 24-ü 24-də böləndə neçə qalır? 1 qalır da. 3 tam da qabaqda 4 tam. Məxrəc neçədirsə onu 1-də 10 kimi göstərirsiniz. 4 tam 24-də 1 çıx 1 tam 24-də 21 bərabərdir. İndi 12 tam 24-də 8-i xırdalayağın. Birini xırdalayaq. Neçə qaldı? 11 tam qaldı mı? 24-də 24 kimi göstərəcəm o biri. Üzərinə nə gəlirəm? Burada nə qaldı? 24-də 8 qaldı. 11 tam 24-də 24-ün üstünə 8 gəl. Neçə eləyir? 32 eləyirmi? Hə? İndi yerinə qoysam, gətirirəm 11 tam 24-də 32 çıx 3 tam 24-də 24. Çıx 4-dən 1 çıxıram. 3 tam 1-dən 21 çıxmaq olurmu? Deməli bunu da xırdalamaq lazımdır. 4 tam 24-də birini xırdalayıram. 3 tam 24-də 24 üstə gəlirəm. Neçəni? 24-də 1-i. 3 tam 24-də 25. 3 tam 24-də 25. Çıx 1 tam 24-də 21. Yazdı mı belə? Bura kimi başa düşdünüzmü? Hə, xırdalamaq məsələsini. İndi gəlin bunu siləyin. İndi bura baxın, diqqətlə qulaq asın. 11-dən 3 çıxıram. Neçə qalır? 8 qalırmı? 2 dənə 24-dən nə götürürəm? 1 dənə 24 götürürəm. Məxrəclər eyni olanda birini götürün. Deməli, 32-dən də nə çıxıram? 24 çıxıram. Sürətlərini də özünü yazıram. Çıx. İndi 3-dən 1 çıx. Neçə eləyir? 2 tam
2 dənə məxrəcdən eynidən birini götürürəm. 25-dən də 21 çıxıram, neçə qalır? 4 qalır. Vsyo, indi mötərizəni də silək, bərabərdir. İndi 8 tam 24-dən neçə oldu? 32-dən nə çıxacam? 24. Neçə qalır? 32-dən 24 çıxanda 8 qalırmı? Qalır. 2 tam 24-dən neçə oldu? 4 oldu. Bərabərdir. 8-dən 2 çıx, neçə qalır? 6 tam 24-də 8-dən də 4 çıxanda neçə qalır? 4 qalır. İndi bunun da 6 tam 24-də 4. Elə cavabımız varmı? Var. Olur hansı variant? A variantı. Başa düşdünüzmü uşaqlar? İndi keçək nömrə 8-ə. Bəli. Nömrə 8-də bizə deyir ki, n-in neçə natural qiymətində 2n bölünsün n plus 3 kəsri düzgün kəsirdir. Düzgün kəsri olmağına görə, məsələn, 3-də 1 sürət məxrəcdən kiçikdirsə necə kəsirdir? Düzgün kəsirdir. 4-də 2 sürət məxrəcdən kiçikdirsə necə kəsirdir? Düzgün kəsirdir. Və yaxud məxrəc sürətdən böyükdürsə necə kəsirdir? Düzgün kəsirdir. Deməli, indi sürət 2n-dir. Məxrəcdən nə olmalıdır? Məxrəcin də n plus 3-dür. Sürət məxrəcdən kiçik olmalıdır. Ağzı yumuq tərəf kiçikdir, ağzı açıq tərəf böyükdür deməkdir. İndi n-i bu üzə keçirəm. 2n bu müsbətdir də yazılmayıbdır. Müsbətdir ki, qabağında heç nə yazılmayıbdır. İşarənin bu üzünə keçəndə çıx olur. Üstəgəl çıx olur. Kiçikdir nədən? 3-dən. 2n-dən n çıxıram. N qalır, n kiçikdir. Nə olur? 3 olur. 3-dən kiçik hansı ədədlərimdir? 2-dir. Bir də neçədir? 1-dir. Mənə də deyir ki, n-in neçə natural qiymətində kəsri düzgün kəsirdir? N-in neçə natural qiymətində kəsri düzgün kəsirdir? 2 qiymətində, bir də 1 qiymətində, natural qiymətində. Neçə natural qiymətində? 1, 2. 2 dənə sayı 2-dir. İndi keçək nömrə 9-a. Nömrə 9-da nə deyir? Deyir ki, 6 tam 3-də 2 kiçikdir A bölünsün 3 kiçikdir nə verib? 8 verib. Bərabərsizliyi ödəyən A-nın neçə natural qiymətlə, yox, A-nın natural qiymətlərinin cəmini tapın deyir. İndi gəlin tapalım. Müəllim, burada düzgün olmayan kəsrə çevirək. Bu necə kəsirdir? Qarşı kəsirdir. Həm tamdan, həm kəsirdən ibarətdir. Onda 3 qalacaq, 3-ü 6-ya vuracaq, üzərinə 2 gələcəm. Neçə elədi bu? 3-də 20 elədimi? 20. Kiçikdir, A bölünsün 3, kiçikdir nədən? 8-dən. 8-in məxrəci yoxdur. Nə yazacaq? Məxrəci olmayana 1 yazırıq. Görürsünüz, 6 boşdur. Deməli, 3 ilə 1-ə ortaq məxrəc neçədir? 3-ü 1-ə vurun, 3 olsun. Ortaq məxrəc neçədir? 3-dür. 3-ü məxrəcə bölürəm, sürətin üzərinə yazıram. 3-ü məxrəcə bölürəm, 3-ə bölürəm, sürətin üzərinə yazıram. 3-ü 1-ə bölürəm, sürətin üzərinə yazıram. Üstündəkinə vururam, 20-ni 1-ə vururam, 20, A-nı 1-ə vururam, A, 8-i 3-ə vururam, 24 olur. İndi 3-lər hamısında var, atıram gedir. Nə qaldı burada? 20 kiçikdir A, kiçikdir nə qaldı? 24 qaldı. 20 ilə 24-ün arasında ədədlər hansılar yerləşir? 20 ilə 24-ün arasında hansı ədədlər yerləşir? 21, burada bərabərdir işarəsi varmı ki, 20 ilə 24 daxil olsun? Yox. Yoxdursa, bax bu aşağısında xətt yoxdursa, deməli 20 ilə 24 daxil deyil. Bunların arasındakı ədədlər daxildir. 22, 23 daxildir. Bu natural qiymətlərində cəmini soruşur. Deməli 21, 1, 2, 3, 6, 2, 2, 4, 6. Neçə oldu? 66 oldu. Elə 66. Deməli cavabımız nə oldu? 66 oldu. Yəni linki təzədən atın bir də. Linkin vaxtıdır.